Kanalıma xoş gəldiniz. Bugün mən sizə City Mall-da olan outletdən Rossmann-dan hansı məhsulları almışam, onları göstərmək istəyirəm. Mən çeki də göstərmək istəyirəm ki, yəni çeki də görülsün. Mən heç birini, yəni mənə öz pulumdan alıram, sadəcə göstərirəm bunu. Belə bir üz yumaq üçün olan bir gel almışam. Bilmirəm necədir, yoxlayacağam, bunu informasiya verəcəm. Yaş əleyhinə olan gözlərdə, yəni ki, gyaluron turşusu kollagen tərkibində olan belə göz nəmləndiricidir. İsanadan bir çoxunu istifadə etmişəm və razı qalmışam. Qiyməti hardasa 2 yoxsa 4 manat idi, dəqiq bilmirəm. Belə bir şey almışam. Bunu yataq üstü pokrivallar üçün və yaxud da divan üstü üçün istifadə edə bilərsiniz. Bunu düzəldəndən sonra səthi fıskırdırsınız və gözəl qoxu bəxş edir. Bunun qiymətindən dəqiq əminəm 2.99 idi. 10 manata belə bir duxya aldım. Tom Taylor'dan olan By C. Məncə yaxşıdır. Düzdür, qalıcılığı gələn zaman maşında olanda vurmuşdum. Deyim ki, belə wow, gözlənti var, yəni ki, qalıcılığından. Yox, elə bir şey deyil, amma ətri çox gözəldir. 10 manata nə gözləyə biləriksə, yəni odur. Və belə bir blender almışam. Buna 5 manata yoxsa 6 manata başa gəldi. İndi baxıb çəkdən deyərəm. Bu belə elektron bir məhsuldur. Belə USB-si var. Açıb yoxlamamışam. Ümid edirəm, açıb çıxardaram. Belə. Balaca bir bankası. Aparatın özü belə və içərisində olan kitabçığı. Bunu mən almışdım. Deyim. 5.99-a. Bu 5.99-adır.